Bismillahirrahmanirrahim. Değerli izləyicilər, yenə Şəban ayındayıq. Bu ayın bərəkəti, bu ayın fəziləti haqqında çox söhbətlər olunub. Onlardan biri də Mövlamızın zuhurudur. Yəni, Mövlanın zuhurunu, İmam Zaman Əleyhisselamın zuhurunu bugün küfür dünyası, İslam dünyasından daha çox, daha yəqinliklə gözləməkdədir. Bunun sübutu, harda İmam Zaman Əleyhisselamın məktəbini yaşadan var, zuhurunu gözləyən var, küfür dünyasının, zülm dünyasının ora təcavüz etməsidir, ora daha müdaxilə etməsidir. Biz Quran-ı Kərimin bizə ibrət olaraq söylədiyi dastanlarda bunu görürük. Bir zamanlar Firavuna da gəlib dedilər ki, Bəni İsraildən bir nəfər gələcək, bir oğlan uşağı zuhur eləyəcək, sənin hökmranlığına son qoyacaq. Firavun da bilirdi ki, 100% belə olacaq. Ümmət də bilirdi 100% belə olacaq. Misir xalqı da bilirdi 100% belə olacaq. Amma heç biri əllərinin üstünə qoyub oturmadı ki, o Bəni İsraildən olan oğlan gələ, bunların hakimiyyətinə son qoya. Neynədi Firavun? Firavun əmr verdi ki, Bəni İsrailin bütün oğullarını öldürsünlər, qadınlarını salamat qoysunlar. Yəni, mübarizəsini apardı. Bugün küfür dünyası Firavun sünnəsindən daha yaxşı istifadə eləyir, nəinki İslam dünyası Allahın sünnəsindən istifadə eləyir. Yəni, Allah Musanı qorudu, Firavunun qucağında böyütdü və Allah höccətini yer üzünə tamam elədi. Amma bu günləri, baxın, harda İmam Zaman məktəbinin yaşamaq ehtimalı var, böyük güclər, şeytan qüvvələri orağı darmadağın edir. Amma müsəlmanlar həmən o küfür dünyasının yanındadılar. Ona görə dəyərli izləyicilər, bugün gələcək, Quranda var, necə qiyamət gələcək, İnnəs saətə atiyatun la raybə fih, qiyamət günündə heç bir şübhə yoxdur ki, o gələcək, Mövlanın zuhuru da gələcək. Peyğəmbərdən, Salavatullahdan belə bir rəvayət var ki, qiyamətə bir gün qalmış olsa belə, Allah o günü o qədər uzadar ki, mənim nəslimdən olan, evlatlarımdan olan qaim zuhur eləyər və yer üzündə ədaləti bərqərar eləyər. Bu şübhəsizdir, bu gələcək. Biz özümüzü ona hazırlamalıyıq. Vəssalamu aleykum və rəhmətullah.